Görək Quran bizi şəxsi tanımağa da dəvət edir ya yox. Deyir mümkündür ya yox. Bəli, Quranda işarələr var. Ayələr var ki, demək istəyir mümkündür. Sən yaranmısan o mərifətə çatmaq üçün. Sən yaranmısan o mərifətə çatmaq üçün. Tutaq ki, Quran bizə şəxsi tanımağı mümkün bilsə, amma şəxsi tanımağı verə bilər ya yox. Quran verə bilər bizə şəxsi tanımağı. Təbii ki, Quran da verə bilməyəcək. Quran da nə qədər danışsa, şəxsi tanımaqdan danışsa, danışıb. Yəni, ünvanlar vasitəsilə danışıb. Sənə yenə informasiya verəcək. Amma şəxsi tanımaq isə, yəni varlığın özün vasitəsiz olaraq görəsən, informasiya ünvan vasitəsilə yox. Quran da danışanda yenə informasiya verir. Yəni, ünvanlarla səndə təsəvvür yaradır. Quran nə qədər danışsa da, şəxsi tanımağı bizə ötürə bilməz. Şəxsi tanımaq üçün ki, o varlığın özü sənin yanında vasitəsiz olaraq hazır olmalıdır. Aydındır. Amma bunu deyirik. Quran edə bilər yol göstərə, bizə yol göstərə və yaxud belə deyək, bizi elə tərbiyyət edə, elə tərbiyyət metodu bizə verə ki, biz o tərbiyəni alandan sonra bu şəxsi tanımağa çatar. Yəni, Allahı hüzurən dərk edək, elmi hüzuri deyirlər buna. O varlıq bizim öz yanımızda hazır olsun. Quranın bu metodu var ya yox? Quran bizə şəxsi tanımaq metodunu verir ya yox? Ki, inşallah bu barədə deyəcək, bəli, Quran verir, onun metodu nədir, inşallah. Amma qayıdırıq bura ki, Quran şəxsi tanımağı mümkün bilir ya yox? Quran buyurur, şəxsi tanımaq, yəni vasitəsiz tanımaq, yəni o varlığın özü, Allah varlığının özü sənin qəlbində hazırdır. İndi necə hazırdır? Biz bunu ümumi ünvanlar vasitəsilə başa düşəcəyik inşallah. Deməyin ki, ümumi ünvan ilə Allah tanımaq çox əhəmiyyətli deyil. O da çox əhəmiyyətlidir. Ələn xüsus bilirsiniz hansın əhəmiyyətlidir? O vaxt daha çox əhəmiyyət kəsb edir ki, şəxsi tanımağa bizə kömək eləsin. Allah necə bizim hüzurumuzdadır? Necə mənə əhatə edib? Ki, mən ondan aslıyam, son sözümüz budur, mən ondan aslıyam, biz bunu ümumi ünvanlar vasitəsilə bəhs edə biləcəyik. Aydındır. Və ümumi ünvanlar vasitəsilə bəhs edib başa düşəcəyik və başa düşəndən sonra şəxsi tanımaq daha da bizim üçün dəyərli olacaq və o tanımağa doğru hərəkət edəcəyik. Yəni, bir növlə şəxsi tanımaq bir yandan bizim taleyimiz həll olur o məsələdə. Çünki biz yaranmışıq Allahı şəxsi tanımağa. Bu bir. Amma ikinci yandan şəxsi tanımaqda böyük bir xətər bizi gözləyir. Bilirsiniz o nə xətərdir? Şəxsi tanımaqda biz edə bilərik çox şeyləri Allahla səhv salaq. Çox varlıqları Allahla səhv sala bilərik. Yəni mənəvi seyirdə, ona görə irfanda, mənəvi seyirdə insana ustad lazımdır, müəllim lazımdır. Ki sən bəzi vaxtı, çünki ali bir varlığın dalıca gedirsən, bir də rastlaşırsan, bir varlıqla ki, elə bilirsən o Allahdır, amma başqa bir varlıqdır. Başlayırsan ona tərəf yönəlmək. Şeytan da burada bəzi rolları oynaya bilir mənəvi aləmdə. Aydındır. Şeytan da özündən səni bəzi vaxtda asılı edə bilər. Amma sən həqiqi Allahı tapmaq üçün şəxsi aləmdə, şəxsi tanımaqda çox xətərlər səni gözləyəcək. Hüsuli elm, yəni ünvanlar ilə tanımaq burada gəlib sənin köməyinə dəyəcək.